Salamlayıram bizi izləyənləri. Ümumiyyətlə qeyd etmək istəyərdim ki, psixiatriyada, ümumiyyətlə normal halda hər birimizin psixi sağlamlığımızın və fiziki sağlamlığımızın normal şəkildə fəaliyyət göstərmək üçün qidalanma vacibdir. Daha doğrusu doğru və düzgün qidalanma vacibdir. Və qidalanma ümumiyyətlə yuxu qədər, yuxu, qidalanma və cinsəllik bizim normal psixi fəaliyyətimizi icra etmək üçün vacib olan funksiyalardan biridir. Qidalanma, ümumiyyətlə bugün biz qidalanma pozuntuları, yemə pozuntuları haqqında məlumat verəcəyik. Ümumiyyətlə qidalanma nə deməkdir? Qidalanma zamanı bizdə duyğu, düşüncə və davranışlarımızın arasında belə deyək ki, vəhdət təşkil edir. Əgər qidalanma və yemə pozuntusu yaranırsa, bu zaman bizdə duyğu, düşüncə və davranışlarımız arasında vəhdət pozulur. Yəni qidalanma pozuntusu zamanı bizim iradəmizdən, yəni düşüncəmizdən asılı olmayan, yəni özümüzdən asılı olmadan beynimizə belə deyək ki, qidalanma ilə bağlı olaraq və özümüzün bədən kütləmizə, fiziki görünüşümüzə müxtəlif narahat düşüncələr gəlməyə başlayır. Utanc düşüncələr gəlməyə başlayır. Və bu düşüncələr, fikirlər gün ərzində beynimizdə cərəyan edir, beynimizdə dolaşır, fırlanır və bizə narahatlıq verir, həyəcan verir, qorxu, təşviş, təlaş yaradır. Və bu reaksiyaları biz aradan qaldırmaq məqsədi ilə müxtəlif davranışlar idarə edə bilərik. Bu halda artıq pozuntu formalaşır. Ya həddindən artıq yemək yeyəcəkdir, həddindən artıq tıxanırcasına qidalanacaqdır, bədən kütlə indeksi artacaqdır, piylənmə, obez yaranacaqdır və yaxud da ki, ümumiyyətlə tamamilə qidadan imtina edəcək, ac qalacaq, bədən kütlə indeksi aşağı düşəcək, şəxs arıqlayacaq, növbəti etaplarda artıq kaheksiya, anoreksiya formalaşacaqdır və bu pozuntu artıq pozuntu halına gəlir. Əgər qeyd etdiyim bu klinik əlamətlər 3 ayın ərzində, hər həftə müddətində şəxsi müşahidə edərsə, şəxsin həyat keyfiyyətini aşağı salarsa, rutin həyatını pozarsa, iş qabiliyyətini, əmək qabiliyyətini pozarsa və eyni ilə müxtəlif psixoloji pozuntular, həyəcan təşviş pozuntusu, yəni anksiyete, depressiv pozuntu, ruh düşkünlüyü, həmçinin obsessiv, yəni təkrarlanan davranışlar göstərərsə, eyni ilə şəxsdə somatik şikayətlər yaradarsa, yəni bu zaman şəxsin ürək damar sistemi ilə bağlı olaraq ürək ritmini pozarsa, ürəyin keçiciliyini pozarsa, tənəffüs sistemi ilə bağlı olaraq plevrit, pnevmoniya yaradarsa, növbəti etaplarda orqanizmdə toksiki bir vəziyyət yaradarsa, yəni susuzlaşma, mayenin az qəbul etməsi fonunda artıq intoksikasiya vəziyyəti, böbrək çatışmazlığına qədər gətirərsə, artıq burada ciddi qidalanma pozuntusundan bəhs edilir. Ümumiyyətlə, qidalanma pozuntusu, yemə pozuntusu psixoloji bir pozuntudur. Xəstəliklərin beynəlxalq təsnifatı üzrə, DSM üzrə sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Xəstəliklərdə nevrotik xəstəliklər qrupuna daxil edilir və belə deyək ki, obsessiv-kompulsiv spektra daxil edilir. Və qidalanma pozuntusunun diaqnozu həkim-psixiatr tərəfindən təyin edilir. Baxmayaraq ki, bizdə müraciət edənə qədər Günay xanım çox gecikmiş mərhələlərdə müraciət edirlər. Daha çox hansı həkimlərə müraciət edirlər? Daha çox terapevtlərə, nevroloqlara, gastroenteroloqlara, mədə-bağırsaq həkimlərə müraciət edirlər. Mədə-bağırsaqla bağlı olaraq eyni qədər müayinələrdən keçirlər. Mədənin KT müayinəsini edirlər, rentgen edirlər, belə deyək ki, dəfələrlə bu ultrasəs müayinəsindən keçirlər. Doktor, qidalana bilmirəm, yeyə bilmirəm, ağzımda yemək böyüyür, udquna bilmirəm, ürək bulanma yaranır. Və bu qidalanma pozuntusu, yemə pozuntusu daha çox yeniyetməli çağında müşahidə olunan bir pozuntudur. Xüsusən qız uşaqlarında, 13-14 yaşlarda necə başlayar? Məktəb dönəmində, məktəbdə və ya da universitetdə oxuyursa, artıq yetişkin 17-18 yaşında xanımdırsa və ya da ki, oğlandırsa, ona hansısa bir, belə deyək ki, ətrafında olan şəxslər tərəfindən sən belə çox köksən, biraz kilolusan deyərək müraciət edirlər və ya da sən çox arıqsan deyirlər. Bu sözlər onun xoşuna gəlir, belə deyək. Və başlayır artıq buradan bir psixoloji travmalar keçirməyə. Və ilk növbədə mən girərdim mövzuya anoreksiya ilə. Anoreksiya nədir? Anoreksiya zamanı şəxs nə edir? Qızdır, 13-14 yaşında qız uşağıdır, dayanır güzgü qarşısında və özünün 50-60 kilo olduğu halda 100-150 kilo görür. Yəni bədən çəkisini təhrif olunmuş şəkildə həddindən artıq kilolu görməyə başlayır və bununla əlaqədar olaraq artıq qidadan imtina edir. Az yeməyə başlayır. Bəli, tam doğru. Əvvəlcə az yeməyə başlayır, daha sonra ümumiyyətlə qidadan imtina edir.
uzun müddət yeməmə fonunda qidalandıqda belə yeməyi ağzına alır, yemək ağzında böyüyür. Ürək bulanma, qusma halları müşahidə olunur. Bəzən isə Günay xanım öz-özünü qusturur. Əlini atır boynuna, boğazından başlayır təzyiq etməyə və yaxud da əlini ağzına salaraq boğaz nahiyədə belə əlinin üzərində dişləm yaranır, boğazında əlini salmaq fonunda, qida borusunda, belə deyək, boğaz ağız boşluğunda sıyrıntılar yaranır, yırtılır və artıq ard-arda öymə fonunda bəzən qanamalar müşahidə olunur. Doktor, bunu günahkarlıq hissindən edir, yoxsa başqa bir məsələ də var? Günay xanım özünü kilolu hesab edir və arıqlamağa çalışır. O qədər özünü böyük çəkili hesab edir ki, gün arıqladıqca belə öz çəkisindən məmnun olmur. Davam edir arıqlamaqda. Yenə özünü kök, çəkili, artıq çəkili hesab edir. Çox acınacaqlı vəziyyətdir Günay xanım. Bizə çox gecikmiş mərhələlərdə müraciət edirlər. Bir ana yazır hal-hazırda, qızım az yeyir, amma özünü kök hesab edir. Burada da anoreksiyadan söhbət gedə bilər. Bəli, adətən mənim müayinəmə gələn pasiyentlərin çəkiləri Günay xanım, biz onları ümumiyyətlə, bizdə çox təəssüf ki, psixiatri elə bir ixtisasdır ki, biz orada bizim öz, belə deyək ki, nəticələrimizi göstərə bilmirik. Çünki pasiyentlər hər biri, belə deyək, gizlilik, konfidensiallıq tələb edən bir ixtisasdır. 34, 32, 35 kiloda yaxınlaşırlar. Belə deyək ki, çəki o qədər arıqlayır ki, bir müddətdən sonra həmin şəxsdə arıqlama fonunda kaxeksiya olur, anoreksiya olur. Belə deyək ki, almacıq sümükləri, alın sümükləri, burun aşırı dərəcədə önə çıxır, çənə aşırı dərəcədə önə çıxır, körpücük sümükləri önə çıxır. Belə deyək ki, bütün skelet, bəli, bütün skelet, bütün sümüklər bədəndən artıq dərəcədə bədəndən piy qatı olmadığına görə. Piy qatı tamamilə əriyir. Orqanizmdə Günay xanım, katabolik proseslər, katabolizm dedikdə biz parçalama proseslərini nəzərdə tuturuq. Çünki anabolik proses artıq icra olunmur. Biz qidalanmırıq deyə artıq bədəndə əmələ gəlmə prosesləri icra olunmur. Katabolizm, parçalama prosesləri sürətlənir, karbohidrat, yağ və zülalların parçalanması sürətlənir, orqanizmdə ciddi metabolik sindromlara gətirib çıxarır, yağ defisiti yaranır, karbohidrat, zülal defisiti yaranmağa başlayır, elektrolit balansı pozulur, orqanizm susuzlaşır. Ən çox bizə müraciət edən etapda mənim müayinə etdiyim bəzən ən ağır stadiyada olan pasiyentləri reanimasyon şəraitdə müayinə etmişəm Günay xanım. O vəziyyətə düşürlər, dəhşət dərəcədə ağırlaşmış formada olurlar. Artıq bura ikincili somatik xəstəliklər qoşulur. Şəxsdə nə olur? Pnevmoniya qoşulur, plevrit olur, ağciyərlərinə belə deyək ki, plevra boşluğuna maye toplanır, ürək keçiriciliyi pozulur, ürək ritmi pozulur. Bəzən isə ölümlə nəticələnə bilir ağır stadiyalarda nə baş verir? Ürək qəfildən dayanır. Ağır hallarda psixozlar müşahidə edilə bilər. Bəzi hallarda kaxeksiya və anoreksiya təkcə bir xəstəlik olaraq deyil, anoreksiya eyni zamanda hər hansısa bir psixiatrik pozuntunun simptomu kimi ola bilər. Hansı xəstəliklərdə Günay xanım? Şizofreniyada, şizofektiv pozuntuda şəxsin qulağına səslər gəlməyə başlayır. Yeməkdən imtina et, sənin yeməyinə zəhər qatıblar, suyuna zəhər qatıblar, sən bunu yesən zəhərlənəcəksən, öldürəcəksən, valideynlərin səni zəhərləyib öldürmək istəyir və bunun fonunda, bu şübhələr fonunda, paranoyalar fonunda şəxs qidadan imtina edir. Ay ərzində sürətli şəkildə çəki itirir, 10-15 kilo çəki itirir. Adətən şizofreniyalı xəstələr Günay xanım bizim müayinəmizə gələrkən valideynlər nə deyir? İllərdir müalicə etdiririk, doktor artıq qidadan imtina edib, sürətli çəki itirir. Bu belə deyildi ki, elə yaxşı göyçək qızı idi ki, şəkillərini göstərirlər. Artıq sürətli çəki itiribdir. Ağır hallarda müayinəmdə olubdur pasiyentlərdən, bəlkə də bizi izləyənlər də var ki, ən ağır stadiyada həyatını itirilməsinin səbəbi uzun müddətli qalan aclıq, bədənin susuzlaşması və vaxtında həkimə müraciət etməmək olur. Çox təəssüflə qeyd edirəm ki, anoreksiyalı valideynlər bəzən bunları sadəcə olaraq qızım diyeta saxlayır, pəhrizdədir, yəni yeniyetmədir, eybi yox, biraz keçər, yeyər, qidalanar. Sonra özü başa düşər, dərk edər. Çox təəssüf ki, çox gecikmiş mərhələdə bəzən isə belə deyək, dərdinin əlacı tapılmır. Yəni psixoloji problemə çevrilir və yemə pozuntusu ola bilər, adı sadə görünsün, amma çox acı nəticələrlə və acı fəsadlarla yanaşı gedən bir xəstəlikdə, hətta ölümlə belə nəticələnə bilər. Ona görə diqqətli olmalıyıq. Anoreksiya ilə bağlı çox suallar verirlər, amma bulimiya da var. Hansı ki, bulimiyada orada da gizli qalan təhlükəli məqamlar var. Mən də bilmirəm, siz keçid eləyəcəksinizmi bulimiya? İstəyərdim ki, onunla bağlı da bizə soruşurlar, qısa olaraq o barədə bulimiya haqqında da
deyim ki, sual vermişkən, bulimiya nədir? Bulimiya zamanı, bu da eyni ilə yemə pozuntuları, qidalanma pozuntuları anoreksiyada olduğu kimidir. Lakin bu zaman şəxs artıq qidalanmasını kontrol edə bilir. Nə edir Günay xanım? İlk etapda şəxs pəhriz saxlayır, yeməyinə fikir verir, az yeyir və yaxud da yedikdən sonra özünü qusturur. Qusturma xüsusiyyəti necə olur? Həm əlini ağzına salaraq qusturur, həm boğazından tutaraq öyəyərək qusturur və yaxud da ki, qarın işlədici dərman preparatlarından istifadə edir, ishal gətirici dərman preparatlarından istifadə edir və yaxud da ki, bədəndə qəbul etdiyi mayeyi itirmək üçün diuretiklər, yəni sidik qovuculardan istifadə edir. Nəticədə bədən o qədər susuzlaşır ki, bədən ishal gedir, ishal, yəni diareya fonunda bədəndə artıq bütün resurslar, bəli, bütün resurslar, çəki azalır istər-istəməz. O da sevinir ki, çəki bir azaldı. müddət keçir, artıq bununla baş edə bilmir, bacara bilmir. Nə edir Günay xanım? Oturur süfrə qarşısına, başlayır aşırı dərəcədə qidalanmağa. Tıxanırcasına yeməyə başlayır. Nə olur? Sanki bir qüsurlu dövran yaranmış olur. Əvvəlcə ac qalır ki, diyeta saxlasın, arıqlasın, sonra artıq bununla bacara bilmir, başlayır qidalanmağa. Belə deyək ki, uzun müddətli ac qalma və qidalanma fonunda mədə yüklənir. Mədədə spazmlar yaranır. Nəticədə köp, qaz, belə də diskomfort hissi yaranmağa başlayır. Ağza acılıq gəlir, gəyrmə hissi olur, irritabl vəziyyətdə mədə bağırsaq işləmiş olur və nəticədə nə baş verir? Yenidən pasient qusur və özünü qusturmağa başlayır. Və biz buna qüsurlu dövran deyirik. Bulimiya da eyni ilə, belə deyək ki, anoreksiyadan fərqli olaraq anoreksiyada şəxsin çəkisi çox az olur. Bəli. Və burada monitorda göründüyü kimi skelet sümüklər dəri üzərindən qabarmağa başlayır. Bulimiyada isə yeyir, qusturur, bir o qədər çəki itkisi olmur. Normal, yəni bədən çəkisini ifadə etmiş olur. Üçüncü bir yemə pozuntusu kimi Günay xanım, tıxanırcasına yemə pozuntusu. Tıxanırcasına olan yemə pozuntusunda şəxs oturur, tək oturur süfrə arxasına, bulimiyadan fərqli olaraq. Oturur tək başına, çünki utanır. O qədər yeyir ki, adı da buradan götürüb tıxanırcasına, belə də yeməkdə kontrol olmur. O qədər yeyir ki, mədə diskomfort artıq o halı keçirmiş olur. Doktor, bu insanlar doymur. Doyma siqnalı beynə ləng çatır. Çünki artıq vərdiş etmiş olur. Və tıxanırcasına yeyir, amma bulimiyadan fərqli olaraq Günay xanım özünü qustura bilmir. Qustura bilmədiyi fonunda uzun müddətli qidalanma fonunda piylənmə yaranır. Obez yaranmış olur. Bəli, ona görə də tıxanırcasına yemə pozuntusu olan şəxslər bulimiyadan fərqli olaraq daha ağır çəkili olurlar, kök olurlar, bədən kütlə indeksi yüksək olmuş olur. Digər bir yemə pozuntusu isə gecə yemə sindromu var. Bu adətən kişilərdə müşahidə olunur. Anoreksiya daha çox yeniyetmə qızların xəstəliyidir, 13-14 yaşların. Bulimiya daha çox qadınların xəstəliyidir, depressiv epizod zamanı müşahidə olunur. Belə deyək, tıxanırcasına yemə pozuntusudur, amma lakin gecə yemə sindromu daha çox kişilərdə müşahidə olunur. Nə baş verir? Gündüzlər depressiya, anksiyete, yəni həyəcan pozuntusu fonunda şəxsin iştahı olmur. Bir o qədər yemə tələbatı olmur. Gecə artıq baş verdikdə, axşam düşdü, artıq dəhşətli dərəcədə aclıq hissi yaranmağa başlayır. Soyuducunu açaraq, xaladenikdə soyuducuda nə varsa dərhal qidalanmağa çalışır, yeyərək doymur, dəhşətli dərəcədə yeyir və tıxanırcasına yemiş olur gecə yemə sindromunda da. Yalnız gecələr bu iştah pozuntusu yaranmış olur. Və bunun səbəbi isə təbii ki, adda yatan səbəb kimi depressiyadır. Çünki depressiya zamanı şəxsin yuxusu pozulur, yuxuya keçməkdə çətinlik çəkir. Şəxs yatağından qalxaraq artıq bir məşğuliyyət axtarır. Məşğuliyyətini isə yemək ilə bağlı olaraq, yəni o həzz duyğusunu, serotoninini, xoşbəxtliyini yemədə tapır və yeyərək sakitləşmiş olur. Xanımlara da aiddir yəqin ki bu, çünki bununla bağlı əlbəttə ki, Instagram, TikTok səhifəmizə, qaynar xəttimizə yazan xanımlarımız çoxdur. Mən doktorun əlaqə nömrəsini bir daha söyləyirəm. Həkim psixiatrımız Aytən Namazova bizlə bərabərdir. 050 377 54 22, 099 377 54 22 və bir çox problemlərlə Aytən xanıma müraciət edə bilərsiniz. İstər depressiya, panik tutma, həyəcan təşviş pozuntusu, obsessiv kompulsiv pozuntu, saç yolma pozuntusu, dəri yolma pozuntusu, autizm spektr pozuntusu, diqqət əksikliyi və hiperaktiv